İlk baxışda bunların dediyi biraz məntiqli, cazibədar görsənə bilər. Amma əslində elə deyil. Biraz məsələni dərindən araşdırdığımız zaman görürük ki, bunların dərdi heç də Qurana zidd olan hədisləri inkar etmək deyil, səhih olmayan, zəif olan hədisləri, uydurma hədisləri inkar etmək deyil. Bunların dərdi ümumiyyətlə hədisi, sünnəni qəbul etməməkdir. Bir hədis səhih olsa belə, dəqiq bilinsə ki, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu hədisi söyləyib, bunlar yenə o hədisi, o sünnəni qəbul etmirlər. Təsəvvür edirsiniz? Yəni, Həzrət Peyğəmbərin Qurana izah verən bir şəxs olduğunu bunları qəbul etmir. Dolayısıyla bu nöqteyi nəzərdən bunlar sünnəni inkar edir. Bunlar ümumiyyətlə sünnəni inkar edir. Bu çox önəmli məsələdir. Biraz əvvəl bəhs etdiyim məsələyə bir daha qayıdıram. Bunların dərdi zəif sünnə, uydurma sünnə deyil. Bunlar ümumiyyətlə səhih sünnəni də qəbul etmirlər. Bunlar Həzrət Peyğəmbərin Qur'anı izah edən bir şəxs kimi qəbul etmirlər. Həzrət Peyğəmbərə bir paçtalyon kimi baxırlar. Bunu bu şəkildə insanlara izah etmirlər. Onlar deyirlər ki, sadəcə olaraq biz Qur'ana zidd olan hədisləri, zəif sünnəni, uydurma sünnəni biz qəbul etmirik. Əslində elə deyil. Bunlar səhih sünnəni də qəbul etmirlər. Bir daha təkrar edirəm. Bunların iddiası Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm Qur'an-ı Kərimi izah edən etibarlı bir şəxs deyil, deyir bunlar. Baxın, Araz müəllim, biraz əvvəl də bəhs etdiyim kimi, bu cərəyan elə bir qrupdur ki, dedikləri insana ilk baxışdan qulağa xoş gəlir, məntiqli görsənir. Amma bir balaca məsələni dərindən araşdırdığımız zaman görürük ki, heç də elə deyil. Təsəvvür edin ki, bunlar bu dövrdə yaşasaydı, deyək ki, bu dövrdə yaşayırlar, Həzrət Peyğəmbər Allahdan Qur'anı gətirib, Qur'anı izah edərkən Həzrət Peyğəmbər Qur'anın hansısa bir ayəsini açıqlama mahiyyətində bir şərh versə, bunlar yenə deyəsiydilər ki, sənin bu fikrin bizi bağlamaz, sən bir paçtalyonsan, gətirdin Qur'anı, dur qırağa, kənara çəkil. Təsəvvür edə bilirsiniz? İnanın ki, deyərdilər. Bu düşüncədə olan şəxslərə görə Həzrət Peyğəmbərin rolu budur. Qur'anı gətirdi, işi bitdi artıq, dursun qırağa. Halbuki sahabələrə baxdığımız zaman, sahabələr Peyğəmbərimizə sallallahu aleyhi ve sellem nə qədər suallar verirdilər, elə deyilmi? Bəzi məsələləri öyrənmək üçün suallar verirdilər. Peyğəmbərimiz o sahabələrə demədi ki, mənə sual verməyin, Qur'an-ı Kərim gəlib də, Qur'an vardı, gedin Qur'anı oxuyun, orada hər şey var, Qur'anla yaşayın. Mən sadəcə bir pastalyon idim, haşa, bunların nəzərində, düşüncəsində olan fikri deyirəm. Mənə sual verməyin, mən sizin üçün Qur'anı izah edən bir şəxs deyiləm. Qur'anı gətirməklə vəzifəli idim, Qur'anı da gətirdim, gedin açın Qur'anı oxuyun. Peyğəmbərimizə sahabələr sual verərsə, belə cavab verməsi lazım idi. Halbuki biz elə görmürük. Peyğəmbərimiz cavablayıbdır. Mən necə namaz qılıramsa siz elə qılın deyibdir. Peyğəmbərimizin bütün hərəkətlərini, bütün həyatını, hal və davranışlarını sahabələr izləyibdir. Niyə izləyib? İzləyibdir və eyni zamanda Peyğəmbərimiz də qarşılıq veribdir onların verdiyi suallara, aydınlıq gətirib. Deməyib ki, biraz əvvəl bəhs etdiyim kimi, gedin açın Qur'anı oxuyun, mənim vəzifəm Qur'an gətirmək idi, gətirdim, hər şey Qur'anda var. Demədi. Açıqlama verdi. Təsəvvür edin ki, Araz müəllim, bir misal verim, daha yaxşı anlaşılsın deyə, sünnənin önəmini, əhəmiyyətini bildirən bir misal vermək istəyirəm. Təsəvvür edin ki, Nazirlikdən, Təhsil Nazirliyi tərəfindən müəyyən bir kitab göndərilib müəllimlərə, bir proqram göndərilib və bunu hansısa bir təhsil ocağında dəxli yoxdur, tədris edin deyib. Və tələbələr də ortaya çıxır, deyir ki, proqramı verin siz bizə, müəllimlərə deyir ki, tələbələr, sizin dərs keçməyinizə ehtiyac yoxdur, yuxarıdan bu kitab gəlibsə, proqram gəlibsə, biz o proqrama baxıb, ona görə öyrənəcəyik. Yəni, bu müəllim, burada artıq müəllimin heç bir rolu qalmır. Tələbələr belə bir söz desə o müəllimə necə olar? Axı, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm eyni zamanda müəllimdir. Axı, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yalnız elçi deyil, eyni zamanda müəllimdir. Və yuallimuhumul kitab deyir Allah-u Teala Peyğəmbərimiz haqqında, o kitabı öyrədəndir deyir. Problem buradadır. Onlar Peyğəmbərimizi bir müəllim kimi görmür. Yalnız elçi, onların dediyinə söyləyirəm, paçtalyon kimi baxırlar. Axı, Allah Rəsulü ayələr var, eyni zamanda bir müəllimdir. Sən Peyğəmbərin müəllimliyini qəbul etmirsən. Bunlar Peyğəmbərin şəxsini, özünü vasitəsi kimi Qur'an-ı Kərimi gətirən bir şəxs kimi qəbul edirlər. Müəllimliyini qəbul etmirlər. Axı, ayələrə baxdığımız zaman Həzrət Peyğəmbərimizin bütün həyatı üzərində nazil olub ayələr. Onun evində nazil olub bu ayələr. Bu mənada Allah Rasulü özü canlı Qur'andır. Başqa bir ayədə Nəcm surəsində Uca Allah buyurur ki: وَمَا يَنْدِقُ عَنِ الْهَوَا إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى. O həva həvəsindən danışmaz. Onun danışdığı vəhdən ibarətdir. Allah Rasulü sallallahu aleyhi və səlləmə münasibətə baxın Qur'an-ı Kərimdə. Qur'anın özü sünnənin önəmindən, əhəmiyyətindən, Həzrət Peyğəmbərin müəllim olmasından, Həzrət Peyğəmbərin insanlara doğru yol göstərməsindən, onun bu missiyasından da bəhs edir.
Uzun sözün qısası, yekun olaraq bunları deyə bilərik. Qurani-Kərim bir kitabdırsa, sünnə onun canlı təfsiridir. Sünnəsiz İslam müəllimsiz dərs kimidir.